İnvestisiya təşviqi sənədi əldə olunduğu tarixdən etibarən 7 il müddətində vergi məcəlləsində və gömrük tarifi haqqında qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. İnvestisiya təşviqi sənədi verilmiş layihələr torpaq və əmlak vergisindən, eləcə də texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunur. Bu layihələri üzrə mənfəət və ya gəlir vergisinə isə 50% güzəşt olunur. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədi ilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb. Dövlət başçısının 6 fevral 2026-cı il tarixli fərmanına əsasən investisiya təşviqi sənədi bu strateji istiqamətlər üzrə layihələrə verilir. Yerli xammal bazasına əsaslanan istehsal layihələri metal, filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama. Bərpa olunan enerji istehsalı layihələri, tullantıların idarə olunması və təkrar emalı layihələri, dəniz suyunun duzsuzlaşdırılması layihələri, özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələri rezidentlərinin istehsal layihələri. 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft qaz sənayesi müəssisələrinin istehsal layihələri. Azərbaycanda istehsalı ilk dəfə təşkil edilən, idxalın əvəzlənməsi və ya qeyri-neft qaz ixracının artırılmasını təşviq edən Azərbaycanda ilk layihələr. Dərman vasitələri və əczaçılıq məhsullarının istehsalı layihələri, qablaşdırma fəaliyyəti istisna olmaqla. Dəmir yolu hərəkət tərkibinin təmiri və ehtiyat hissələrinin istehsalı layihələri, hərbi təyinatlı məhsulların istehsalı layihələri.